Ramazadə var, nə Ramazan var. İndi Zirənin hücumu təhlükəli ola bilər. Qapı qarşısı göndərilən top və top qapıdan keçir gol! Qarşılaşmanın 23-cü dəqiqəsində hesab açılır. Revan 0. Budur Bonilya. Ötürməni ilə Təmkin Xəlizadə və Bonilyanın qolu Zirəni hesabda önə keçirir. Elvin Məmmədov əvəzləmişdi Təmkin Xəlizadə. Elvinin yoxluğunu hiss etdirmir və məhsullar ötürmə məhsulun ayağına yazılır və Bonilyanla təbii ki qapıya gedən topun qarşısını əli ilə kəsdi. Kənan Müslümov bir daha izləyirik. Burada daha aydın görünəcək yəqin ki, bəli. Əl açıq idi. Top qapıya gedirdi və Bonilya indi penaltini yerinə yetirəcək. Rəvanın ümidlənmişdi Rəvan. Bonilya. Zərbə və top qapıdan keçir 2-1. 86-cı dəqiqə hesab 2-1 olur. Zirə 2, Revan 1. Qarşılaşmanın baş hakiminin maça əlavə edəcəyi 2-3 dəqiqəni nəzərə alsaq, qarşıda daha 7 dəqiqənin olacağı şübhəsizdir. Görək, qarşıdakı dəqiqələrdə qonaqlar hesabı bərabərləşdirə biləcəklərmi? Artıq oyunun sonlarına yaxınlaşır.